Herkese salam. Azvaqın YouTube kanalına xoş gəlmisiniz. Bugün sizinlə müsahibədə əmək haqqı gözləntiniz nə qədərdir sualına necə cavab verməlisiniz? Bu sualın cavablarını axtaracağıq. Əgər siz də bu sual zamanı donub qalırsınızsa, videonu sona qədər izləməyi unutmayın. Birincisi, heç vaxt dəqiq rəqəm deməyin. Həmişə müəyyən bir diapazonda deməyə çalışın. Məsələn, sizə bu sualı verəndə 1500 AZN-dir demək yerinə 1500-2000 AZN-dir deyə bilərsiniz. İkincisi, topu onlara atın. Əgər öz rəqəminizi deməkdən çəkinirsinizsə, çox nəzakətli bir şəkildə sualı geri onlara verin. Məsələn, şirkətiniz bu pozisiya üçün nə qədər məbləğ nəzərdə tutur deyə bilərsiniz. Və ən əsası, mən kirayədə yaşayıram, kreditim var kimi cümlələr qurmayın. Çünki şirkət əmək haqqını sizin büdcənizə görə yox, əmək bazarındakı təcrübə və sizin şirkətə qatacaq dəyərinizə görə verilir. Bəs siz bu sualı adətən necə cavablayırsınız? Rəylərdə öz fikrinizi bildirməyi unutmayın. Azvaqın YouTube kanalına abunə olmalı və videonu bəyənməyi unutmayın.